Bu balacamızla 21 günlük müalicəmizi yekunlaşdırdıq. Gələndə oturmağı yox idi, sərbəst oturmurdu. Dirəşməyi yox idi. İndi fikir verirsiniz, tam dirəşir. İlk dəfə gələndə bizə nəinki iməkləmək, oturanda yıxılmaq, əzələ zəifliyi, dirəşmə çətinliyi, bu cür şeylər var idi. İndi rahat oturur, sərbəst oturur, tutub qalxmağa çəkinir, hətta evdə tutub qalxır belə və ən əsası da iməkləməyə başlayır. 1 yaşına 1 ay qalıqdır. Evdə nə dəyişikliklər hiss edirsiniz? İndi rahat oturur. Aha. Ondan sonra iməkləyir. İməkləyir, tutub qalxır. Tutub qalxır. Plus özünə dəstək verib bir yandan səmtdən tutub qalxmaq istəyir, rahat. Aha, əla. Demək bu irəliləyişlər hamısı 21 gün müddətində oldu. İlk 10 gündə irəliləyişlərimiz biraz az idi, amma sonraki 10 gündə daha çox hiss elədik bu irəliləyişi və buna görə də çox sevincliyik. Uşaq iməkləməyə başladısa, tutub qalxmağa başladısa, yeriməyinə demək ki, bircə addım qalıbdır. 1 yaş tamamında inşallah bir yeriməyi də normallaşacaq. Görürsünüz necə aktivdir. Bir dəqiqə bir yerdə dayanmır maşallah. Öpürük, təşəkkür edirik, təbrik edirik və yola sağ olun. Birinci Allah'ın sayəsində, sonra da sizin sayəsində. Sağ olun. Çox sağ olun, əlləriniz var. Sağ olun, sağ olun.